Hava alatoran, çox insan hələ yuxudadır. Arzu Şükürovanın yolu uzundur. İş yerinə çatmaq üçün 400 kilometr məsafə qət etməlidir. Arzu üçün bu yol artıq həyatının bir hissəsinə çevrilib. O həftədə 2 dəfə günə 04:30-dan başlayır. Xankəndiyə çatmaq üçün 5 saatdan çox yol gedir. Dərsini bitirir, eyni gün isə Bakıya geri qayıdır. Gününün 10 saatdan çox hissəsi yolda keçsə də, arzularının sorağında olması onu qətiyyən yormur. Artıq Xankəndiyə çatırıq. Buralar bizim üçün öz səssizliyində belə bir müqəddəslik aşılayan torpaqlardır. Elə ona görə də qəhrəmanımızın məsuliyyəti daha da artır. Qeydlərini son dəfə gözdən keçirir. Arzu Şükürovanın Qarabağ arzusu hələ 2016-cı ildən başlayıb. Həmin il paylaşdığı yazıda Qarabağ alınsaydı, 4 il çətinliklə oxuduğum hüquq fakültəsinə baxmayaraq, həmişə arzuladığım memarlıq fakültəsinə daxil olub, oxuyub gedib Şuşada ən müasir binalar tikərdim deyə qeyd edilib. Düzdür, memar olaraq getmədi, amma müəllim olaraq arzusunu gerçəkləşdirdi. Mənim əsas ixtisasım hüquqşünaslıqdır. Həmişə pedaqoji fəaliyyətlə məşğul olmaq kimi bir xəyalım, məqsədim olub. Bunun üçün də 2024-cü ildən etibarən hansı ali təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola bilərəm deyə axtarışlara başladım və cari ilin aprel ayında Qarabağ Universiteti tərəfindən elan olunmuş vakansiyalarla qarşılaşdım, müraciətimi etdim. Müəyyən mərhələlərdən keçdikdən sonra qəbul aldım və cari ilin sentyabr ayından etibarən tədris etməyə başlamışam. Arzu Şükürova deyir ki, tələbələri onun motivasiya mənbəyidir. Onlara dərs keçməkdən zövq alır. Yolun verdiyi fiziki yorğunluğu isə xatırlamır belə. Tədris etdiyim fən əmək hüququ fənnidir. 3-cü kurs hüquqşünaslığı ixtisasında təhsil alan tələbələrə həmin fənni tədris edirəm. Həftədə 2 dəfədir dərs. Fiziki yorğunluq olurmu? Olur. Amma düşünürəm ki, mən ona fiziki yorğunluq olaraq deyil də, mənəvi borcun yerinə yetirilməsi olaraq yanaşdıqda heç bir yorğunluqdan əsər əlamət məndə qalmır. Həm də auditoriyaya daxil olduqdan sonra mən o yorğunluğu qapının kənarında buraxıram və tələbələrin enerjisinə deyərəm ki, mənim enerjim daha da bərpa olunur, daha da canlanıram. Arzunu populyar edən daha bir məqamsa, Elm və Təhsil Naziri Emin Əmrullayevin sosial şəbəkələrdə müəllim haqqında paylaşılan məzmuna şərh yazması olub. Onun Xankəndidə evlə təminatı məsələsi hələ də müzakirə predmetidir. Xankəndi şəhərində qalmağım üçün mənə universitet tərəfindən kifayət qədər yaxşı şərait yaradılıb. Yəni mən mənzillə təmin olunmuşam. Amma əsas iş yerimlə əlaqəli olaraq, həmçinin əlavə başqa işlərim də olduğuna görə mən geri qayıtmalıyam. Bunun üçün Xankəndi şəhərində yaşamıram və səhər gəlib dərsi tədris etdikdən sonra geri qayıtmalıyam. Arzu Şükürova deyir ki, müəllimlik onun üçün təkcə peşə deyil, həm də vətənə olan mənəvi borcudur. Həmişə belə bir düşüncədə olmuşam ki, hər birimiz vətənin keşiyində durmalıyıq. Vətənə sədaqət və vətəni müdafiə etmək, qorumaq təbii ki, hər birimizin vətəndaş borcudur, amma vətənin keşiyində durmağa hər birimiz fərqli cür yerinə yetiririk. Düşünürəm ki, həkim də öz peşəsini düzgün şəkildə vicdanla yerinə yetirdiyi zaman vətənin keşiyində dayanmış olur, xalqa xidmət etmiş olur. Həmçinin müəllim də öz peşəsini düzgün, dürüst yerinə yetirdiyi, vicdanla yerinə yetirdiyi zaman vətənin keşiyində dayanmış olur və vətənə olan borcunu yerinə yetirmiş olur. Bəli, hər gün yüzlərlə tələbənin gələcəyini, həyatına toxunan müəllimlər var. Müqəddəs müəllim adının haqqını verən bizim qəhrəmanımız kimi.